Və sonda Türkiyədə saxlanan Azərbaycanlıların aqibətinə məhkəmədə aydınlıq gətirilib. Türkiyədən Avropaya miqrantların keçirilməsinin təşkilində şübhəli bilinən Azərbaycan vətəndaşları istintaq başa çatana qədər hələ bir müddət orada qalacaqlar. Saxlanan miqrantların və Azərbaycanlıların görüntüləri yayılıb. Türkiyənin Muğla vilayətində saxlanılan iki Azərbaycanlı, 53 yaşlı Telman Quliyev və 45 yaşlı Rahil Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Azərbaycan İstanbuldakı konsulu Kənan Murtuzov isə bildirdi ki, Türkiyə qanunlarına görə həmvətənlərimiz cinayət başında yaxalandıqlarına görə istintaq dövründə həbsdə qalacaqlar. İstintaqın nə qədər davam edəcəyi təbii ki bizə indidən bəlli deyil. İstintaq bitdikdən sonra deməli onların yekun məhkəmələri olacaqdır və onlar haqqında qərar çıxarılacaqdır, qərar oxunacaqdır. Saxlanılan Azərbaycanlılar qaçaq şəxsləri gəmi vasitəsilə Türkiyə üzərindən 3-cü ölkəyə daşımaqda ittiham olunurlar. Bu arada İdeya 1 qayığı ilə daşınan immigrantların görüntüsü yayılıb. Ticarət gəmisində 81 nəfər olub. Onlar Suriya, İraq, Birma və Eritriyadandır. Türkiyə mətbuatının məlumatına görə Palamütbük sahillərində saxlanılan gəmidə axtarış aparan təhlükəsizlik qüvvələri ilkin olaraq həmin 81 immigrantın Türkiyə vasitəsilə Avropa ölkələrinə aparıldığını müəyyən edib. Qaçaqlar ifadələrində ölkələrindəki təzyiqlərdən bezərək Avropa ölkələrinə getməyə çalışdıqlarını söyləyiblər. Azərbaycan əsilli 2 nəfər Telman Quliyev və Rahil Hüseynov təşkilatçı qismində istintaqa cəlb olunublar.